İşğal dövründə təkcə şəhərlərimiz, kəndlərimiz, evlər deyil, tarixi yaddaşımız olan milli mədəni abidələrimiz də dağıdılıb, talan edilib. Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşən Gavurqala qədim şəhər yeri də erməni vandalizminin qurbanına çevrilib. Burada aşkarlanan qiymətli maddi mədəniyyət nümunələri işğal dövründə naməlum istiqamətlərə aparılıb, yüzilliklərin izlərini yaşadan tarixi qalıqlar isə məqsədli şəkildə məhv edilib. Əməkdaşlarımız həmin ərazidə baş verənlərin canlı şahidləri ilə söhbətləşib, nələr danışıblar, baxaq. 1958-ci ildə Boyəhmədli kəndində aparılan arxeoloji qazıntılar zamanı tarixçiləri heyrətləndirən mühüm tapıntılar aşkar olunub. Arxeoloqlar burada eramızın 3-cü əsrindən 11-ci əsrinədək fasiləsiz yaşayışı əks etdirən 4 metr qalınlığında təbəqə müəyyən ediblər. Ağdaşdan inşa edilmiş Gavurqala kilsəsi isə həmin dövr memarlığının nadir incilərindən biri sayılır. Biz dayandığımız bu ərazi Gavurqala adlanır. Gavurqala şəhər tipli yaşayış məskənidir. Burada 3-cü əsrdən 10-15-ci əsrə qədər yaşayış olub. Və Gavurqala yaşayış məskəni sırf bir təsadüf nəticəsində aşkar olunub. Kənd sakinləri deyirlər ki, bir zamanlar bu ərazidə daş kitabələr, insan heykəlləri və daşdan yonulmuş müxtəlif nadir nümunələr olub. Amma işğal dövründə həmin qiymətli abidələr ermənilər tərəfindən talanıb. Arxeoloji qazıntılar apardılar. Arxeoloji qazıntılar zamanı burada Alban hökmdarı Qriqor Hamamın qardaşının qəbri vardı. Biz onu görmüşdük. Daş sənduqədə qəbir idi. İndi ermənilər onu aparıblar. Sonra burada bir daş heykəl vardı. Əllərini yuxarı qaldırıb Allaha yalvarırdı, ibadət edirdi. Onu da ermənilər qırıb aparıblar, yoxdur. Bugün isə torpaq altında gizlənən sirlər yenidən araşdırılacağı günü gözləyir. Tədqiqatçılar hesab edirlər ki, Gavurqalada yenidən geniş miqyaslı arxeoloji tədqiqatların aparılması Qafqaz Albaniyasının indiyədək qaranlıq qalan bir çox məqamlarına işıq sala bilər. Habil Aslanoğlu, Jalə Qəhrəman qızı, Ağdam, ATV xəbər.